Sakitlik. Səhərlər açılır, şəhərlər yaşayır. Müəssisələr istehsal eləyir. Torpaq bərəkət verir. Sahibkarlar gələcəyi qurur. İqtisadiyyat inkişaf eləyir. Arzular hədəfə çevrilir. Bütün bunlar əminlikdən doğur. Əminlik isə güvəndən. Bu güvən 44 günlük vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazan, bugün də gecə-gündüz vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrindən gəlir. Çünki güclü ordu, sabitliyin təminatçısı, inkişafın dayağı, gələcəyin garantıdır. 26 iyun Silahlı Qüvvələr gününüz mübarək.